şagirdlər, mən sizlərə 3-cü sinif Azərbaycan dilindən testlərin izahını verəcəm. İzahlarımız körpü nəşriyyatında səhifə 24-də yer alır. Birinci sualdan başlayaq. Aşağıdakı sözlərdən neçəsi saydır? Baxaq. 4. 4. Neçə? 4. 4 saydır. Rəngli sifətdir. Dağ. Ad bildirən sözdür, isimdir. 15 saydır, minlərlə qeyri-müəyyən miqdar saydır. Getmək hərəkət bildirir, feildir. Azlı say kimdə düşünə bilərik? Az, çox, xeyli. Həmçinin azmaq feil kimdə düşünə bilərik? Balıq, çoxlu. Çoxlunu da say kimi götürə bilərik. Neçəsi saydır deyir. Neçəsi oldu? 5'i. B bəndi. Davam edək. Hansı sıra saylarının yazılışı doğrudur? 5. sözündə burada baxın əziz şagirdlər. İnci yazıbdı. Burada inci yazmaq, ini yazmaq doğru değil. 5 defisitçi olmalıdır. 15 bizdən doğru olanı soruşur. 15 ayrı yazılır. Mürəkkəb saydır. 15. 5. Bəli, 5. doğru yazılmışdır. 5. burada sözde yazılarsa bitişik yazılmalıdır. 5. sıra saydır. Hansı sətirdə yalnız say işlənib? Baxaq. 2. yüzlərlə 100. 1. sətirdə bəli, hamısı saydır. 2. sıra saydır. Yüzlərlə qeyri-müəyyən miqdar saydır. 100 isə müəyyən miqdar saydır. Kitab ad bildirən sözdür. Çox qeyri-müəyyən miqdar saydır. 12 müəyyən miqdar saydır. Amma bizə deyir ki, sətirdə hamısı say olsun. 1-2 saydır. Sarı isə sifətdir. 5-ci də sıra saydır. Yalnız 1. sırada, 1-cidə hamısı saydır. Doğru cavab olur A bəndi. Klasteri tamamlayın. 9. sıra saydı. Baxaq bizə burada nələr verib. Saydır, düzəltmə saydır. Yəni 9. sayı haqqında olan fikirləri, bir də sıra saydır. Ardıcıllığımız bu cür olacaq. Hansı söz birləşməsində varlığın sayı dəqiq bilinmir? 60 kitab, baxın, deyir 60 kitab. Kitabların sayı bəllidir. Sayıb görüb 60 kitab var, deyir burada 60 kitab var. Sayı dəqiqdir, bəllidir. Onlarla şagird. Onlarla şagird deyəndə say dəqiq deyil, dəqiq bilinmir. Qeyri-müəyyən miqdar saydır. 1000 məktub sayı bəllidir. Bizə deyir sayı dəqiq bilinmir. 2 sual da konkret olaraq 2 sual. Burada da bəllidir. Amma onlarla şagird deyəndə sayı dəqiq bilmirik ki, neçə şagirddən söhbət gedir. Hansı atalar sözündə dəqiq say verilib? Böyüyün sözündən çıxan xeyir tapmaz. Burada biz sayı görmürük. Adamın gərək sözü ilə işi bir ola. Birlik harda, birlik orada. Bir adamın payı 2 adamı az koyar. Bir adamın payı neçə adamı, neçə adamın payı neçə adamı az koyar. Məsələn, burada 2 adamı az koyar, 5 adamı az koyar. Sayı dəqiq bəllidir. Dəqiq sayı verilibdir. Doğru cavab olur D bəndi. Baxaq 7. suala. Yanlış cavabı təyin edin. Miqdar sayı 2, bəli, müəyyən miqdar saydı. 2. sıra saydı. 15-ci, əziz şagirdlər, baxın, yazıb 15-ci sıra saydı. Amma miqdar sayının altında verildi. Belə bu yanlış olacaq. 15 isə müəyyən miqdar saydı. Miqdar saydı. Sıra sayını yanında verib. Yanlış olan B bəndidir.
30 müəyyən miqdar saydı 30-cu sıra saydı, 73 müəyyən miqdar saydı, sonuncu sıra saydı doğrudur. Hansı cümlədə say yoxdur? Tədbirin başlamasına 2-3 saat qalmışdır. Bəli, burada 2-3 təxmini saydır. Son illərdə Bakıda böyük tikinti işləri aparılır. Bizə deyir ki, say olmasın. Hansında say yoxdur? Elə B bənd olacaq. Son illərdə Bakıda böyük tikinti işləri aparılır. Burada say görmədik. Aylin sinifin birincisi olduğu üçün sevinirdi. Baxın, burada birincisi saydır. Bir ağıllı baş min başı saxlar. Bir ağıllı baş. Neçə ağıllı baş? Min başı saxlar. Neçə başı saxlar? Bunlar da saydı. Bizə yoxdur deyir. Doğru cavab olur B bəndi. Növünə görə fərqlənən say hansıdır? Onlarla qeyri-müəyyən miqdar saydır. Yüzlərcə qeyri-müəyyən miqdar saydır. Sonuncu isə sıra saydır. Verilmiş sözləri növlərinə görə qruplaşdırın. Müəyyən miqdar sayı, sıra sayı. Biraz müəyyən miqdar saylarını deyir. Bir də təxmini say. Biraz təxmini saydır. 24 müəyyən miqdar saydır. 24 10 müəyyən miqdar saydır. Sonuncu sıra saydır. 9-cu sıra saydır. 9-cu üzr istəyirəm, sıra saydır, amma yerini səhv yazdım. 9-cu 13-cü sıra saydı. 13-cü. Sonra 100 bir qədər. 100 müəyyən miqdar saydır. Bir qədər çoxlu isə qeyri-müəyyən miqdar saydır. Bir qədər çoxlu. Baxaq növbəti 11-ci tapşırığa. Nöqtələrin yerinə uyğun gələn sayları yazın və növünü müəyyən edin. Baxaq. Həyətdə uşaq var idi. Yaxşı oxuması hamını sevindirirdi. Sənə bu işdə köməkçi lazımdır. Aha. Həyətdə bura yaza bilərik. Həyətdə 8 uşaq var idi. Bizə deyir ki, uyğun gələn sayları yazın, növünü müəyyən edin. 8 müəyyən miqdar saydır. Müəyyən miqdar sayı. Sonra yaxşı oxuması hamını sevindirirdi. Yaza bilərik ki, 10-cuların 10-cuların yaxşı oxuması hamını sevindirirdi. 10-cular isə sıra saydır. Sonra sənə bu işdə köməkçi lazımdır. 6-7-ni yaza bilərik. Sənə bu işdə 6-7 köməkçi lazımdır. 6-7 də olur qeyri-müəyyən miqdar sayı. Qeyri-müəyyən miqdar sayı.
Davam edək. Verilmiş sözlərin sonuna ıncı şəkilsi əlavə edərək sıra sayları düzəldin. Əvvəl olacaq. Əvvəlinci, əvvəlinci, yeddinci, 80-ci, 32-ci, 32-ci, 100-cü, milyonuncu, birinci, axırıncı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.